Salam değerli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə əla bir villa çəkib təqdim edirəm. Yəni çox böyükdür. Ümumi 5 sot torpaq üzərində tikilib. Evin ümumi sahəsi 370 kvadrat. Belə bir həyətidir. Belə bir həyət hər tərəfini sizə çalışıram göstərim. Burada belə bir bulağı var. Evin yanına, arxasına, sağ tərəfə keçməyə yeri var. Monolitdir. Hər tərəfi monolitdir. Beton kəməri yuxarıdan. 6 daş kürsü üzərində tikilib. 2005-ci ildə tikilən evdir. Bunun darvazasıdır. Darvazadan içəri girəndə burada naves yığılıb. Burada da yay mətbəxidir. Belə bir yay mətbəxidir. Burada gördüyünüz kimi evin hər tərəfində çöldə də müşahidə kameralardır. Burada da hamısı müşahidə kameralardır. 2005'də tikilidir. Tam cütdaş monolit. Evin altı gördüğünüz kimi zirzəmidir. Monoliti de göstərim sizə. Evimizin yan tərəfidir. Burada evin arxasında toyuq saxlayırlar. Burada ayaq yolsudur, çöldə olan. Yerləşmə yeri Masazır qəsəbəsində. Tam storun arxa tərəfində. Belə bir evimiz. Yəni çox möhkəm tikilib. Keçək indi evimizin içinə. Daxil olduq evimizin içinə. 370 kvadrat. İri bir dəhlizdir gördüyünüz kimi. İri bir dəhlizdir. 7 otaqdan ibarət. Evimiz kombi sistemi ilə qızdırılır. İnterneti var. Başlayaq soldan. Solda evimizin birinci otağıdır. Yataq otağı. Buradaki ikinci otaqdır. Burada hamamla ayaq yolsu. Burada da böyle bir kladovkasıdır. Plekanın altında kladovka yine de hem de ki kombi aparatı oradadır. Buradaki qonaq otağı, iri bir qonaq otağıdır. Neyse keçək evimizin mətbəxinə. Buradaki iri bir mətbəxdir. Döşəmə təbii ki istipol, iri bir mətbəx. Qalxan evimizin ikinci mərtəbəsinə. Çalışıyorum her tərəfi göstərim. Bu da ikinci mərtəbəsi. İkinci mərtəbədə də iri bir zaldır. Daha doğrusu dəhlizdə ilə zal kimi də buranı istifadə etmək olar. Sağda ayaq yoldur. Bu da ki hamamıdır. Buranın bir dənə qapısı qoyulmuyor. Burada bir otaq. Buradaki evimizin ikinci otağıdır. Evimizin eyvanı. Etraf tam yaşayışlı.
Burada üçüncü otaqdır. Burada qonaq otaqdır. Sadəcə yataq otağı kimi istifadə olunur. Çox iri evdir. Buradakı dördüncü otaq. Yəni 3 otaq aşağıda, 4 otaq da yuxarıda. Qaz su işıq daimidir. Sənəd belediyenin verdiyi çıxarışdır. Yəni sənəd kupçaya getməlidir. Ev sahibi də deyir ki, yəni kupçanı razılaşmaq olar. Qiymət 175.000 manat. Kim alsa Allah xeyir versin.